İtin hamısını bağlamazlar. Ola bilər ki, canavar iti çəkəndir. Həmişə onlar cüt gələr. Biri iti çəkər, biri fermiyə cumar. Ona görə də itin bağlısı arxaç durmalıdır. O açıqlar, hay salanda onlar hamısı dura, hərəsi öz yerində. Bir canavar 40 kilometr bir gecədə yol gəzir. Və canavar çobanı papağından tanıyır. Birinin apardısa, onun geyimində onu tanıdısa, ondan əl çəkməz. Yaylağa gedəndə həmən çobanın arxasınca yaylaqatan gedir. İtin canavara güc gəlməyi onun arxalı olmasındandır. 3'dür, 4'dür. Canavar ona girməz. Və canavar yatağa, bax bu vanıya, bu ağla girəndə heç də avaq başını salmaz. Burnuyla deşər, arxasını salar, gözü orada quşda olar ki, birdən arxadan it cumar, adam cumar. Bir dəfiyə ağla girməz, vanıya girməzlər qoyun üçün. Ancaq o burnuyla deşəndən sonra arxasını salır oraya, quyruğu ilə qoyunu düşdürüb, çoxu bastırığa düşürülür qoyun. Amma it olandan sonra yox, qurtdan quşdan qoruyar. İtin çaqqala mı, canavara mı, atlıya mı, adama mı hürməyi evdə oturanda bilirsən ki, ya bu adama hürür, ya bu qurda quşa hürür. Yal verilən vaxtda əgər it elə ağzını tutub göyə hürürsə, deməli yaxınlarda o qurt-quş var, onun iyini alıb. İtin qulağını kəsərik, küçük vaxtı. O qulaqlı olan da eşitmə qabiliyyəti az olur. Qulağı dik olmur da, yatmaq olur, qulağını tutur və quyruğun da. Çünki soyuq vaxtlarda quyruğu uzun olan itin yunlu olur.